Əziz şagirdlər, hər birinizi salamlayırıq Tapşırıq TV kanalında. Hər birinizi salamlayır və kanalımıza abunə olmağa səsləyirik. Nə edirsiniz? Siz bizim kanalımıza abunə olursunuz, bəyənirsiniz, paylaşırsınız. Bundan əlavə Cəbrayıl Əli kanalında da bizim dərsli izahlarını izləyirsiniz, yaddan çıxarmırsınız. Abunə olun, bəyənin. Və nə edirsiniz? Paylaşın. Növbəti ildən dərslər üçün əlaqə üçün 050 775 81 72 nömrəsinə əlaqə saxlayın. Cəbrayıl Əli kanalında bizim WhatsApp linklərimiz var. Oradan qoşula bilərsiniz. Yeni il daha möhtəşəm olacaq. Növbət tədrisidir. Deməli, Elon Musk'ın uğurlu sirləri mətni məzmununa aid sualları tərtib edin. Uşaqlar, bir neçəsin, bir ikisini mən yazıram, qalanı da siz yazırsınız. Məsələn, Hyperloop var idi. Hyperloop necə bir layihədir? Hədir. Sonra Starlink nəyə xidmət edir? Bunu yazmaq lazımdır. Xidmət edir. Və başqa bir neçə sualı siz yaza bilərsiniz. Müasir dövrün ən məşhur ixtiraçılarındandır fikrini. Bəli, çox maraqlı və lazımi ixtiralar var. Qısa mən yazıram. Artıq layihələrin nəticəsində milyarder olub. Əzmli və cəsarətlidir. Uşaqlar, siz bunları uzada bilərsiniz. Mən qısa yazıram. Bax, deyirəm sizə. Uğursuz cəhdlərdən bezməyib sonunda istədiklərinə nail olub. Növbəti. Mətndən çıxış edərək Elon Musk'ın layihələri haqqında məlumat fərəqini tamamla. Elon Musk ayda və Marsda, belə deyək də, Ay və Marsda, Mars böylə yazılmalıdır, çünki planet adıdır. Yaşayış məntəqələri qurmağa çalışır. Starlink layihəsi dünyanın hər yerindən internetə qoşulmanı təmin edir. Hyperloop layihəsi təyyarədən sürətli qatarlar üçün nəzərdə tutulub. Sonra avtopilot proqramı yoldan asılı olmayaraq nədir? Olaraq maşının
sürət və istiqamətini nizamlayır. M1 çipi bu deməkdir ki, canlılara yerləşdirməklə onları daha ağıllı etmək olar. Növbəti ortaq cəhətdə odur ki, hamısını Musk'ın layihəsidir. Faydalı gələcək vəd edir. Növbəti tapşırığımız bizim artıq gəlir bu rəqəmlərlə kriptoqramdır da. Kriptoqramı mən həll edeyim ən yaxşısı. Birbaşa siz üçün yazın bura ya da istəyirsiniz tək eləyək. Çox maraqlıdır. Deməli bu mən eləmişəm əslində bunu. Yazın bura. Dünyanı dəyişmək istəyirsənsə sözünü yazdım. O 3 tane özünüz taparsınız uşaqlar. Siz də biraz məncə işləyin. Yoxsa belə olmaz. Axıra kimi hamısını mən deyə bilmərəm. Siz necə deyərlər, yenilərin o 3 tane sözdə siz biraz başınızı işlədin, biraz çalışın, tapın. Elektromobillər nə vaxt deməli ixtira olunub? Elektromobil haqqında əslində biz yeni məlumat almışıq. Bu ən azı 200 il əvvəl. Sonra sürətli nə zaman meydana çıxıb? Sürətli elektromobillər çıxıb 19-cu əsrin sonlarından. Hibrid avtomobillər nə deməkdir? Hibrid benzin həm də elektrik motoru var ikisində. Hansı xüsusiyyətləri var elektromobillerin? Elektromobiller rahatdır. Səs-küysüz və başqa ekoloji təmiz. Növbəti mətnə istinad edərək fikirlərin doğru yoxsa yanlış olduğunu əsaslandırın. Baxaq. 1 yanlışdır. 2. Elektroniklər əvvəllər bir təfəli daha sonra yüklənə bilən batareyaların istifadə olunur. Doğrudur. Əsaslandırmasını mətnə görə deyə bilərsiniz uşaqlar. Bu da 1842-ci ildə 1842-ci ildə necə deyərlər? Olandan sonra 1840-da elektromobil özü olub. Plus 46 il sonrası dəyişdirə bilinən olub. Buna diqqətli olmaq lazımdır. Yanlışdır. Yanlış. Onlar yarışlarda iştirak etmirlər. Çünki bateriyası ağır olduğundan yükləmək çətindir. Elektromobillərin heç bir nöqsanı yox idi. Deyir ki, bir dəqiqə, mən hansı sual yazdım? Bu yanlışdır. Bu yanlışdır. Yanlış olan bu səhvdir uşaqlar. 4 səhvdir. Çünki tez yükləməkdir. Bunu həmişə batareyanı tez doldurmaq olmur. 3-ə baxırıq təzdən. Bu yarışlarında bəli, doğrudur. Doğrudur, neçənci ildə? 1895-ci ildə ilk elektromobil qalib gəlib. Elektromobil bir müddət unuduldu.
Düzdür. Doğrudur. Ford'a görə. Ford elədi bunu. Benzinli avtomobil çıxartdı. Bu da səhvdir. Nikola Tesla, Thomas Davenport'dur. Thomas və Robert. İlk onlardır, sonra Tesla'dır. Növbəti artıq keçdik dil qaydalarına. Dil qaydalarına olanları sizlə gəlin birlikdə eləyək. Yolkanı yeni oyuncaqlarla bəzəyəcəyəm. Nə ilə? Yeni oyuncaqlarla. Bu oldu qoşma. 1 qoşma. İçməli suyu qənaətlə. Necə? Zərfcəldən şəkil 2. Kür və Araz Azərbaycan vədisə bağlayıcı kimi və-ya çevrilirsə bağlayıcıdır. Yarışı uğurla başa vurdum. Necə? Bu uğurla zərf düzəldən şəkilçidir. 4. Tədbiri vətən haqqında mahnılarla bitirərək. Nə ilə? Qoşma. 5. Rayon və kəndimiz arasında məsafə azdır. Bağlayıcı. Diqqətlə mənə qulaq as. Zərf. Arif və Günay məktəbimizi Təbriz 8 bağlayıcı. Bu nədir? 8 oxşadı bu. 8. Günlarla bizə gələrsən. Bu da qoşma kimi ilə gələrsən günlarla. Fərqləndirilmiş sözləri düzgün yaz. Onların aid olduğu nitq hissəsini və qrammatik funksiyasını qeyd et. Aha. Baxırıq. Eldar bugün məktəb yoldaşları ilə. Deməli, ilədə nə olacaq? İsim. Qoşma. Burada eyni şey. Birgəlik la vasitə bildir. Birgəlik. La birgəlik bildirir. Birlik. Leyla və burada olacaq isim bağlayıcı. Birləşdirmə. Nairə anasıyla. Bu da birgəlik bildirir. Qoşmadır. Qoşma. Nənə və nəvə şirin söhbədir və birgəlikdir. Birləşdirmədir, bağlayıcıdır. Mən rəfiqəmin telefonu ilə vasitədir, qoşmadır. Qoşma. Bununla da bizim iş dəftərimiz bitdi. Növbəti izahlarda görüşərik.